أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين وصلى الله على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. السلام عليكم ورحمة الله وبركاته. Sizi yenidən görməyimə şadam. Beləliklə, bu axşam biz dinlə əlaqəli və xüsusilə də bizim dəvətimizlə çox əlaqəli olan vacib bir mövzu haqqında danışacağıq. Və bu mövzu yuxular mövzusudur. Peyğəmbərliyin sonuncu və ya geriyə qalan son hissəsi hesab edilən yuxular. Quranda belə bir ayə var. Sən artıq röyanı təsdiq etdin. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Və biz bu ayəni götürüb üzərində düşünəndə, Quran-ı Kərimdə çoxlu ayələr var ki, sual verir. Quranı oxuyan kəs, məgər ayələr üzərində düşünmürlər? Ayələr barədə təfəkkür etmirlər? Əgər biz Qurandakı bu qısa ayələrə baxsaq və onun üzərində düşünsək, ondan çıxara biləcəyimiz tonlarla xəzinə var. Və burada ən vacib məqamlardan biri odur ki, Allah yaxşı iş görməyi röyaya inanmaqla və ya onu həyata keçirməklə bərabər tutur. Bir röyanı yerinə yetirmək və ona əməl etmək üçün gərək əvvəlcə ona inanasan və onu ciddi qəbul edəsən. Və beləliklə, Allah mahiyyət etibarilə deyir ki, əgər sən yaxşı iş görənsənsə, deməli, sən röyalara inanan və onu ciddi qəbul edən birisən. Bəs biz niyə röyaları ciddiyə almalıyıq və röyaları necə ciddi qəbul etməliyik? Bu axşam araşdıracağımız mövzu budur. İndicə oxuduğumuz o ayə əslində Quran-ı Kərimdəki surələrdən birinin, İbrahimdən və İbrahimin röyasından bəhs edən hissəsidir. Allah öz röyasına inandığı üçün İbrahimlə qürur duyurdu. Quranın ayələri belədir. O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi, oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Gör nə fikirləşirsən. O dedi, atacan, sənə nə əmr olunursa, onu da et. İnşallah mənim səbirlilərdən olduğumu görəcəksən. Bu çox maraqlıdır. Çünki bizi yahudilikdə, xristiyanlıqda və İslamda mərkəzi yer tutan İbrahimin hekayəsini aparır. Qurban ediləcək şəxsin İsmail və ya İshak olmasına inanmağınızdan asılı olmayaraq, bu sadəcə füsunkar bir hekayədir. Çünki burada ömrünün çox hissəsini bir oğlu olsun deyə arzulayaraq keçirən və nəhayət bir oğlu olan bir adam var. Və sonra bir gecə o yatır. Və yatanda özünü bir röyada oğlunu Allaha qurban olaraq kəsərkən və boğazlayarkən görür. Və adam bu röyaya o qədər inanır və fikri onun yaddaşına elə həkk olunur ki, oyananda bunu o qədər ciddi qəbul edir ki, əslində gedib bunu oğlu ilə müzakirə mövzusu kimi açır. Röyalara eyni dərəcədə imanı olan oğlu dərhal ona cavab verərək deyir ki, sənə nə əmr olunubsa, onu da etməlisən. Deməli, burada İbrahim və İsmail yuxunu hərfi mənada Allahın sözləri kimi qəbul edirlər və buna görə ölməyə hazırdırlar. Onlar yuxuları bu dərəcədə ciddiyə alırlar. Bir yuxu əsasında öz həyatlarını qurban verməyə hazırdırlar. Növbəti ayələrdə deyilir, hər ikisi Allahın əmrinə təslim olduğu və İbrahim onu üzü üstə yıxdığı zaman biz onu çağırdıq. Ey İbrahim, sən artıq röyanı təsdiq etdin. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu açıq aydın bir imtahan idi. Beləliklə, Allah bəzən öz qullarını yuxular vasitəsilə sınağa çəkir. Deməli, salih yuxular buradan aydın gördüyümüz kimi Allahın danışığı ilə bərabər tutulur. Bəs yahudilikdən, xristiyanlıqdan və ya İslamdan buna dair hər hansı əlavə sübutumuz və ya dəlilimiz varmı?
Quranda Yusifin hekayəsi var ki, bu həm Tanaxda, Tövratın yaradılış kitabında, eləcə də xristianların istifadə etdiyi Bibliyada var. Quranda deyilir: "Xatırla ki, bir zaman Yusif atasına demişdi: Atacan, mən yuxuda 11 ulduzun, günəşin və ayın mənə səzdə etdiklərini gördüm." Atası Yaqubun cavabı belə oldu: "Oğlum, röyanı qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən şeytan insanın açıq-aydın düşmənidir. Beləcə Rəbbin səni seçəcək, sənə hədislərin yozumunu öyrədəcək." Və budur açar cümlə, budur açar söz, hədislər. Çünki hədis ərəbcədə sözbəsöz məna etibarı ilə kəlam və ya danışıq, nitq deməkdir. Elə deyilmi? Və beləliklə burada Allah yuxuları və yuxuların yozumunu Allahın kəlamlarının və ya nitqinin yozumu ilə bərabər tutur. Deməli, yuxular əslində Allahın kəlamları və nitqidir. Və İbrahimlə İshaqın üzərində tamamladığı kimi, sənin və Yaqub nəslinin də üzərində öz nemətini tamamlayacaqdır. Həqiqətən Rəbbin biləndir, müdrikdir. İndi isə Bibliyadan. Saylar 12:6-dan bir hissə. O dedi: "Sözlərimə qulaq asın. Əgər aranızda bir peyğəmbər varsa, mən Rəbb ona özümü röyada agah edərəm. Onunla yuxuda danışaram." Buyurun, Tövratda Allah artıq deyir ki, o yuxulardan bir ünsiyyət vasitəsi kimi istifadə edir. Bu onun qaynar xəttidir. Bu onun insanlarla ünsiyyət qurma yoludur. Günümüzdə insanlar bir-biri ilə telefon vasitəsilə əlaqə saxlayırlar. Allah isə deyir ki, onun telefonu, onun ünsiyyət metodu yuxulardır. Peyğəmbər sallallahu əleyhi və alih buyurub: "Salih yuxu Allahdan bir müjdədir və o peyğəmbərliyin bir hissəsidir." Bu nə deməkdir? Bu o deməkdir ki, göndərilən peyğəmbərlərin Allahla ünsiyyət üçün müxtəlif alətləri, müxtəlif üsulları var idi. Həmin metodlardan biri də həqiqi röya və ya həqiqi yuxu idi. Deməli, yuxular Allahla ünsiyyət vasitəsidir. İndi Əyyub 33-cü fəsil 14-dən 18-ə qədər olan ayələrdə nə görürük? Orada deyilir: "Çünki Tanrı gah bir yolla, gah da başqa bir yolla danışar. Hərçənd kimsə bunu dərk etməz. Yuxuda, gecə röyasında, insanların üzərinə ağır yuxu çökəndə, yataqlarında mürgüləyərkən. O, insanların qulaqlarına pıçıldaya bilər və onları xəbərdarlıqlarla dəhşətə gətirər ki, onları pis əməllərdən döndərsin və təkəbbürdən uzaq tutsun. Canlarını quyudan, həyatlarını qılıncla məhv olmaqdan qorusun." Deməli, burada Allah açıq şəkildə deyir ki, o insanların yanına gəlir. Onlar yatarkən onlarla danışır. Yoel kitabında, hansı ki o da başqa bir peyğəmbərdir. 2-ci fəsil 28-ci ayədə deyilir: "Və bundan sonra Tanrı buyurur: Mən öz ruhumu bütün insanların üzərinə tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcəklər. Yaşlılarınız yuxular görəcək, gəncləriniz röyalar görəcəklər." Hə, indi burada bir ipucumuz var. Bir ipucumuz var ki, bir insan Tanrıdan doğru bir röya aldıqda, bu qismən Allahın ruhunun onların üzərinə enməsi səbəbindəndir. Lakin Tanrı bir gecə yuxuda Əbimələkin yanına gəldi və ona dedi: "Götürdüyün qadına görə sən artıq ölü sayılarsan. Çünki o evli bir qadındır." Beləliklə, burada Tanrı Əbimələk ilə yuxuda ünsiyyət qurur və ona xəbərdarlıq edir. Givonda Rəbb Süleymana göründü. Nə vaxt? O oyaq olanda? Xeyr, bu gecə vaxtı yuxuda idi. Və Allah dedi: "Məndən sənə nə verməyimi istəyirsənsə dilə." Beləliklə, Süleyman Allahdan ona bənzəri olmayan bir krallıq verməsini istədikdə, hər şey yuxuda başladı. O, Rəbdən soruşdu. Lakin Rəbb ona nə yuxularla, nə Urimlə, nə də peyğəmbərlər vasitəsilə cavab vermədi. Bu 1-ci Şamuel 28, ayə 6-dır.
və bu Şaula aiddir. Lakin o bunları düşünərkən Rəbbin bir mələyi yuxuda ona görünüb dedi: "Ey Davud oğlu Yusif, Məryəmi özünə arvad etməkdən qorxma. Çünki onun bətnində olan müqəddəs ruhdandır." Matta fəsil 1 ayə 20. Yuxuda xəbərdarlıq alaraq Hirodun yanına qayıtmadılar və başqa yolla öz ölkələrinə getdilər. Beləliklə, burada Allah yuxularda mələklər göndərir. O, birbaşa yuxularla danışır. O, insanlara xəbərdarlıq edir. İnsanlara istiqamət verir. Onlara hansı yolla getməli olduqlarını deyir. Onlara əmr edir, onları sınağa çəkir. Ponti Pilat hakim kürsüsündə oturarkən arvadı ona bu mesajı göndərdi: "O salih adamla işin olmasın. Çünki bu gün yuxuda onun ucbatından çox əziyyət çəkdim." Və Qurani Kərimdə deyilir: "Həqiqətən Allah öz elçisinin röyasını gerçək çıxartdı. İnşallah siz mütləq əminamanlıqla, bəziniz başınızı qırxdırmış, bəziniz də saçınızı qısaltmış halda və heç nədən qorxmadan Məscidül Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl sizə yaxın bir qələbə nəsib etdi." Bu Allahın Subhanahu və Teala Muhammed Peyğəmbərə verdiyi bir yuxuya işarədir və sonradan həmin yuxu və ya röya gerçəkləşdi. Bəs bütün yuxular Allah'tandırmı? Beləliklə, indi bizdə artıq ən azından bəzi yuxuların Allah'tan olduğuna dair aydın sübut və dəlillər var və biz bunu həqiqətən də son dərəcə ciddiyə almalıyıq. Çünki bu, mahiyyətcə Allahla danışmaqdır. Bu, Allahın bizimlə danışması ola bilər. Bəs bütün yuxular Allah'tandırmı? Allah Rəsulü sallallahu aleyhi və alih buyurmuşdur ki, yuxular 3 növdür. Allah'tan müjdə olan yuxular, şeytandan gələn kədərli və sıxıcı yuxular və ya insanın öz-özünə danışdığı və sonra yuxusunda gördüyü şeylər. Beləliklə, yuxu növləri hansılardır? Bizim Allah'tan olan müjdələrimiz və ya kəhanətlərimiz var. Yaxşı yuxular, həqiqətən yaxşı yuxular və bunlar Allah'tan gələn və gerçəkləşən yaxşı yuxulardır. Bir də pis yuxular var, depressiv olanlar. Oyanırıq, özümüzü çox pis hiss edirik, kədərli hiss edirik. Və bunlar haqqında Peyğəmbər buyurmuşdur ki, bunlar əslində şeytandandır, Allah'tan deyil. Sonra isə şuuraltından və ya nəfsdən, egodan gələn yuxularımız var. Allah Rəsulü sallallahu aleyhi və alih buyurmuşdur: Zaman yaxınlaşdıqda müminin yuxusu yalan çıxmaz. Yəni, əgər qiyamət günü üçün zaman yaxınlaşarsa, qaimin qiyam etdiyi gün və ya qaimin dövründə müminin yuxusu demək olar ki, heç vaxt yalan olmaz. Və Rəcət haqqında etdiyimiz epizodda bunun səbəbi barədə danışmışdıq. Çünki qaimin səhabələrinin hamısı nəbilər və rəsullar mərtəbəsindədirlər. Yəni, həqiqi səhabələr. Və ən doğru yuxular danışığında ən doğru olanlarınkidir. İndi biz burada bunun altından xətt çəkməliyik və bu sonuncu sətr haqqında həqiqətən düşünməliyik. Çünki burada kiçik bir ipucu var. Ən doğru yuxular danışığında ən doğru olanlarınkidir. Bu nə deməkdir? Bu o deməkdir ki, yalan danışmayanlar, hətta öz əleyhinə olsa belə dürüst olanlar, oyaq vaxtı yalan danışmaqdan imtina edənlərin gecə vaxtı yalan yuxular görməsi demək olar ki, qeyri-mümkündür. Yuxular şeytanla bir ünsiyyət vasitəsidir. Biraz əvvəl bunun Allah ilə bir ünsiyyət vasitəsi olduğunu demişdik. Lakin gördük ki, Peyğəmbər deyir ki, pis yuxular şeytandandır. Deməli, eyni şəkildə yuxular şeytan tərəfindən ələ keçirilmiş açıq bir qaynar xətt ola bilər ki, o bundan insanlara ilham vermək, fikir ötürmək və ya onlarla ünsiyyət qurmaq üçün istifadə edir. Biz bunu Bibliyada da görürük. Zəkəriyyə 10-cu fəsil 2-ci ayədə eyni konsepsiyanı görürük. Bütlər aldadıcı danışır. Falçılar yalan röyalar görürlər. Yalan yuxular söyləyir. Boş yerə təsəlli verirlər. Buna görə də xalq çobansız qoyunlar kimi sərgərdan və əziyyət içindədir. Beləliklə, biz burada bu saxta ekstrasensləri, bu falçıları görürük. Onlar insanlardan pul qazanmaq üçün günlərini onlara yalan danışmaqla keçirirlər. Və ayə deyir ki,
onlar belə etdikləri üçün röyalar görürlər. Lakin bu röyalar da onların gün ərzində etdiklərinə uyğun gələn aldadıcı röyalardır. Onlar dürüst deyillər, yalan danışırlar. Və beləcə onlar yalanla dolu olan saxta röyalar görürlər. Peyğəmbərlər gün ərzində dürüst olur, həqiqəti danışırlar. Gecə vaxtı isə onlar doğru olan röyalar görürlər. Eynilə Yahuda fəsil 1, ayə 8-də deyilir. Bununla belə, eyni şəkildə bu insanlar da öz yuxularına arxalanaraq bədənlərini murdar edir, hakimiyyəti rədd edir və izzətli varlıqları təhqir edirlər. Beləliklə, burada ayənin bəhs etdiyi insanlar var ki, onlar dövrün peyğəmbərinə tabe olmurlar. Allahdan deyirlər və aydın məsələdir ki, onlar şeytandan yuxular alırlar və şeytandan gələn bu yuxular əsasında hərəkət edirlər. İmam Sadiqdən əleyhissalam gələn xüsusi bir rəvayətdə deyilir ki, ayənin nazil olma səbəbi şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün nəcva, pıçıltı şeytandandır. Halbuki, Allahın izni olmadan o, onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər. Bu 58-ci surə 10-cu ayədir. Bu ayənin nazil olma səbəbi odur ki, Fatimətüz Zəhra əleyhissalam yuxuda gördü ki, Allahın Rəsulu sallallahu əleyhi və aleyh yola çıxmaq niyyətindədir. Və o, Fatimə, Əli ibn Əbu Talib əleyhissalam, Həsən və Hüseyn əleyhimussalam Mədinədən çıxacaqlar. Onlar yola çıxırlar. Beləliklə, bunların hamısı Fatimənin röyasıdır, onun yuxusudur. Yuxuda görür ki, onlar şəhər bağlarını keçənə qədər getdilər. Qarşılarına 2 yol çıxdı. Allah Rəsulu sağ tərəfə gedən yolu tutdu və xurma ağacları və su olan bir yerə çatdılar. O, bir qulağında kiçik ağ ləkələri olan bir qoyun satın alır və onun kəsilməsini əmr edir. Yemək yeyəndən sonra elə həmin yerdəcə öldülər. Fatimə ağlayaraq və təşviş içində yuxudan oyandı və bu barədə Allahın Rəsuluna xəbər vermədi. Səhər tezdən Allahın Rəsulu bir uzunqulaqla gəldi. Yəni o, yuxudan oyanır, narahatdır. Yuxuda onlar ölürlər. Növbəti səhər Peyğəmbər gəlir. Fatimə ilə birlikdə uzunqulağın belinə minir. O, Əmirəl-mömininin, Həsən və Hüseynin Mədinəni tərk etməsini əmr edir. Eynilə Fatimənin yuxuda gördüyü kimi. Şəhər bağlarından kənara çıxanda qarşılarına 2 yol çıxdı. Allahın Rəsulu tam Fatimənin gördüyü kimi sağ yolu tutur və nəhayət onlar xurma ağacları və su olan bir yerə çatırlar. O, həmçinin tam Fatimənin gördüyü kimi bir qoyun satın alır və eyni şəkildə onun kəsilməsini əmr edir. Qoyun kəsilir və qızardılır. Onlar yeməyə hazırlaşanda Fatimə ayağa qalxıb bir kənara çəkilir. O ağlamağa başladı. Onların öləcəyindən qorxurdu. Allahın Rəsulu onu axtardı və nəhayət ağladığı yerdə onu tapdı. O buyurdu, "Nə olub qızım?" O dedi, "Ey Allah Rəsulu, dünən gecə yuxumda belə-belə gördüm və sən eynilə mənim gördüyüm kimi etdin. Mən də səndən uzaqlaşdım ki, öldüyünüzü görməyim." Allah Rəsulu ayağa qalxdı. 2 rükət namaz qıldı. Sonra Rəbbinə pıçıldayaraq dua etdi. Cəbrail nazil oldu və dedi, "Ey Muhammed, bu Dəhhar adlanan bir şeytandır. Fatiməyə bu yuxunu göstərən odur və o, möminlərə yuxularında onlara kədər gətirən şeylərlə əziyyət verir." Deməli, elə bir şeytan var ki, bütün işi gücü, həyatdakı bütün missiyası insanlara pis yuxular göstərməkdir. Beləliklə, Cəbrailə əmr olundu və o, həmin şeytanı Allah Rəsulunun yanına gətirdi. Peyğəmbər soruşdu, "Fatiməyə bu yuxunu göstərən sən idin?" O dedi, "Bəli, ey Muhammed." Peyğəmbər ona 3 dəfə tüpürdü və onu 3 yerdən vurdu. Sonra Cəbrail Muhammedə dedi, "Öyrən və möminlərə də öyrət. Ey Muhammed, əgər yuxunda xoşlamadığın bir şey görsən,
və ya möminlərdən hər hansı biri görsə, qoy desin, mən gördüyüm şeyin şərindən və yuxumdan müqərrəb mələklərin, mürsəl nəbilərin və salih qulların sığındığına sığınıram. Sonra Fatihə, Fələq, Nas və Qul Huvəllahu Əhəd surələrini oxusun və 3 dəfə sol tərəfə yüngülcə üfürsün. O zaman gördüyü şey ona zərər verməz. Və Allah Subhanahu və Teala öz rəsuluna Əl-Nəcva, pıçıltı, yəni pis yuxular, pis kəlamlar haqqında ancaq şeytandandır ayəsini nazil etdi. Beləliklə, burada bizdə Fatimə-i Zəhra var. Aydındır ki, o çox yüksək mərtəbədədir. O, imamların anasıdır. O, Muhammed Peyğəmbərin qızıdır. O da onunla əlaqə qurmağa çalışan bu cinlərdən təsirlənir. Fatimə-i Zəhra əleyhissalam ilə edə bildikləri yeganə şey onu hədələməklə kədərləndirmək idi. Ona deyirdilər ki, ailən öləcək, atan öləcək. Ona yalan kəhanətlər, təhdidlər verirdilər. Amma Fatimə-i Zəhra mərtəbəsində olmayan adi insanlar üçün bu şeytanlar daha da irəli gedərək onlara yad təlimlər və öz bədənlərini çirkləndirəcəkləri yad əməllər aşılayırlar. Allah Rəsulu sallallahu aleyhi və alih buyurmuşdur. Röya Allahdandır, yuxu isə şeytandandır. Beləliklə, o, əslində bu iki məsələni bir-birindən fərqləndirir. O deyir ki, yuxular şeytandandır. Amma doğru yuxu əslində röya, vizyon adlanır. Bu bir kəhanətdir. Və röya sözü haqqında diqqət çəkmək istədiyim maraqlı bir məqam da var. Bu, vizyon və ya görmək mənasını verir. Beləliklə, o deyir ki, bu reallıqdır. Doğru yuxu reallıqdır. O, sadəcə yalan olan bir şey deyil. Halbuki yuxu isə sadəcə bir təxəyyül və ya halüsinasiyadır. O şeytandandır. Saxta bir görüntüdür. Sehir kimi bir şeydir. Bəs üçüncü növ yuxular haqqında nə demək olar? Yəni, insanın öz nəfsinin əksi və ya daxili düşüncələrinin təzahürü olan yuxular. Quran-ı Kərimdə deyilir ki, bəziləri isə dedilər, bunlar qarışıq yuxulardır, ədğasdır. Biz belə yuxuların yozumunu bilmirik. Qurandakı başqa bir ayədə isə kafirlər belə deyirlər. Onlar dedilər, xeyr, bunlar qarışıq yuxulardır, ədğasdır. Xeyr, o bunu özündən uydurmuşdur. Xeyr, o bir şairdir. Qoy o bizə əvvəlki peyğəmbərlərə göndərilənlər kimi maddi bir dəlil, maddi bir möcüzə gətirsin. Beləliklə, Qurandakı bu iki ayədən aydın şəkildə görürük ki, insanlar bəzi yuxuların şuur altından, təxəyyüldən başqa bir şey olmadığı həqiqəti ilə artıq tanış idilər. Əbu Bəsir, Əbu Abdullah İmam Sadiq əleyhissalamdan nəql edir ki, Fatimə əleyhissalam bir gecə başqa bir yuxu gördü və bu yuxuda gördü ki, sanki Həsən və Hüseyin əleyhissalam boğazlanıb və ya öldürülüb və bu onu kədərləndirdi. O bunu Allah Rəsuluna danışdı. O dedi, ey röya, beləliklə, o birbaşa röyanın özünü çağırır. Deməli, röya və ya vizyon bir varlıqdır. O canlıdır. Yadınızdadırsa, biz mələklərin zəlzələlər və digər hadisələr şəklində təcəlli etməsindən danışmışdıq. Burada isə röyanın özü şuurlu bir varlıq kimi təqdim olunur. O dedi, ey röya, və röya onun qarşısında təzahür etdi. O soruşdu, Fatiməyə bu müsibəti göstərən sən idin? O dedi, xeyr. Sonra o dedi, ey ədğas, yəni qarışıq yuxular, irəli gəl. Və o, özünü onun hüzurunda təqdim etdi. O soruşdu, Fatiməyə bu müsibəti göstərən sən idin? O dedi, bəli, ey Allahın Rəsulu. O buyurdu, məqsədin nə idi? O dedi, mən onu kədərləndirmək istədim. Beləliklə, o, Fatiməyə dedi, qulaq as, buna fikir vermə. Bunun heç bir əhəmiyyəti yoxdur. Narahat olma. Deməli, nəfsdən gələn yuxuların heç bir əhəmiyyəti yoxdur. Bu sadəcə sənin öz beyninin və öz nəfsinin gün ərzində baş verənləri emal etməsidir. İndi isə Sokratın bu barədə nə dediyinə baxaq. Sokrat nə deyib?
Nəfsdən gələn yuxular konsepsiyasını sizin üçün biraz daha aydınlaşdırmaq üçün Platonun Dövlət əsərində Sokrat, eynilə Muhammed peyğəmbər kimi peyğəmbərin öyrətdiklərini təsdiqləyir. Sokrat deyir ki, doğru yuxular və yalan yuxular var və yalan yuxular cismani iştahların, xüsusən də şəhvət, aclıq və zorakılığın məhsuludur. Bunun əksinə olaraq, peyğəmbər sayağı yuxular isə nəfsinin nəzarət altına almağı öyrənmiş insanlara gəlir. Belə insanlar arzularını idarə etdikləri üçün ruh saflaşır və bu pak halda gələcəyi dərk edə bilir. Orada cəmi 2 cümləyə sıxışdırılmış çoxlu elm, çoxlu hikmət var. Sokrat əsasən nə deyir? Allahdan gələn, təbiətcə peyğəmbərlik xüsusiyyəti daşıyan doğru yuxular var. Bir də nəfsdən gələn pis yuxular var. O deyir ki, nəfsdən gələn pis yuxular çox yeyən, çox içən insanların başına gəlir. Yəni sən həddindən artıq yeyib-içib yatmağa getsən, əsla peyğəmbərlik yuxusu görə bilməzsən. Yalnız öz nəfsini, iştahını, şəhvətini və istəklərini idarə etməyi öyrənmiş insanlar peyğəmbərlik yuxuları görə bilər. Onlar bütün günü qadınlara, pornoqrafiyaya və digər bu kimi şeylərə baxmırlar. Yalnız özlərini idarə edən insanlar ruhlarının peyğəmbərlik yuxuları görməsinə imkan yarada bilərlər. Həmin mərtəbəyə çatmayan digər hər kəs isə yalnız öz nəfslərindən gələn görüntüləri alırlar. Only people that have controlled themselves will be able to allow the soul to actually see prophetic dreams. Everybody else that has not achieved that rank, they are only receiving visions from the self. Möminlərdən gələn bəzi suallar. Bunlar möminlərdən gələn suallardır. Allah pis yuxular göndərirmi? Bu, aydınlaşdırmaq istədiyimiz mühüm bir məqamdır. Çünki bu sual tez-tez təkrar olunur. Bu sual əslində bizə çox göndərilir və cavabı İmam Sadiqdən gələn bu hədisdədir. O buyurmuşdur: Bəndə Allaha itaatsizlik edəndə, əgər Allah bu şəxsi həqiqətən sevirsə və onun üçün xeyir istəyirsə, yuxusunda onu qorxudan bir röya göstərər və bunun vasitəsilə bəndə həmin günahdan çəkinər. Məsələn, bu necə görülə bilər? Bu elə bir yuxu ola bilər ki, misal üçün, daim sərxoş halda sükan arxasına əyləşib maşın sürən bir kəs, bir gecə yatanda yuxusunda çox dəhşətli bir qəzaya düşdüyünü və bəzi insanları öldürdüyünü görər. Bu yuxu onu narahat edər, onu qorxudar. Lakin Allahın məqsədi onu sadəcə qorxutmaq deyil və bu, səbəbsiz deyil, əksinə, müəyyən bir davranışı düzəltmək üçündür. Bu şəxs yuxudan oyananda başa düşür və öz-özünə deyir: Bəli, mən bu hərəkəti dayandırmalıyam. Yoxsa yuxuda gördüyüm kimi pis bir şey baş verəcək. Fərdin hərəkətlərinin nəticəsi ola biləcək. Qorxulu bir alternativi göstərən peyğəmbərlik yuxusu. Bax bu, Tanrının sizə verə biləcəyi qorxulu bir yuxu ola bilər. Bundan başqa, Allah heç vaxt heç bir pis, kədərli, dəhşətli və ya qorxulu yuxu verməz. God does not ever give any bad, sad, terrifying or frightening dreams. Verilən başqa bir sual isə budur ki, niyə mən çox yuxu görmürəm? Aranızdakı hər hansı bir kəs özünə bu sualı verirmi? Kimsə var? Bir neçə nəfər var ki, niyə heç bir yuxu görmədikləri barədə düşünürlər? Və bəzən qardaşlarının və ya bacılarının gördükləri yuxu növlərini eşidəndə onlara qarşı paxıllıq hiss edirlər. Beləliklə, paxıllıq etməyə ehtiyac yoxdur. Çünki səbəblərdən biri DMT-dir. Və İmam Əhməd Əl-Həsən əleyhissalam bu barədə danışıb. Biz bu barədə hikmət sahibinin qayəsində yazmışıq ki, hər bir fərdin bədənində müxtəlif miqdarda DMT olur. Və bədənində daha çox DMT olanların gördüyü yuxularla bunun arasında bir əlaqə var. Amma bunun başqa bir səbəbi də var. Və digər səbəb odur ki, Allah Rəsulu sallallahu əleyhi və aleyh buyurub: Qoy sizdən heç kim ondan yuxular və röyalar alındıqda kədərlənməsin. Artıq yuxu görmürsünüzsə, kədərlənməyin. Çünki bir insan elmdə möhkəmləndikdə, alim olduqda, yuxular ondan qaldırırlar. Çünki onun artıq onlara ehtiyacı qalmır. Yusif və röyaların yozumu.
Deməli, Yahudilikdə, Xristianlıqda və İslamda yuxu və röyalarla çox əlaqəli olan və buna görə çox məşhur olan hekayələrdən biri Yusifin hekayəsidir ki, orada biz çoxlu vacib dərslər öyrənirik. O dərslərdən biri də budur ki, röyalar hər kəsə danışılmamalıdır. Bu, Yusif surəsində keçir. Orada deyilir, Yaqub dedi, oğlum, yuxunu qardaşlarına danışma, yoxsa sənə hilə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir. Beləliklə, Quranda bir peyğəmbərin öz xələfinə, digər bir peyğəmbərə verdiyi xəbərdarlıq var. Röyanı danışma, bunu əsla etmə. Niyə? Çünki şeytan açıq-aydın düşməndir. Hətta qardaşlarına belə danışma. Muhammed peyğəmbər də buna aydınlıq gətirərək belə buyurub. Yuxu, həsəd və kin-küdurətdən uzaq olan mömindən başqasına danışılmamalıdır. Bu, çox vacib məsləhətdir. Çünki həsəd edən birinin, iman etməyən və ya sənin üçün xeyir istəməyən birinin yuxunu eşitməsi onun nəticəsinə həqiqətən təsir edə bilər. Yusifin hekayəsində də bunun baş verdiyini görürük. Həmçinin Peyğəmbər buyurub, yuxunu yalnız elm sahibi olan və ya səmimi xeyirxah bir kəsə danışın. Və biz bunun səbəbinə toxunacağıq. Yalnız röyalar yozulmalıdır. Peyğəmbər dedi, sizdən hər kim yaxşı, salih bir yuxu görsə, qoy onu yozsun və danışsın. Amma əgər çirkin, pis bir yuxu görsə, qoy onu nə yozsun, nə də danışsın. Bu əslində mənim yuxularla bağlı ən çox bəyəndiyim hədislərdən biridir və ən maraqlı olanıdır. Peyğəmbərin sizə nə deməyə çalışdığını burada həqiqətən görməlisiniz. O, heyran edici bir şey deyir. Peyğəmbər dedi ki, yuxu quşun ayağı üzərindədir. Nə qədər ki yozulmayıb, elə o cürdə qalır. Lakin bir dəfə yozulduqda, o artıq gerçəkləşər. Yəni, əgər yozulmayıbsa, o baş verməyə bilər. Amma kimsə gəlib desə ki, mənası budur, o gerçəkləşəcək və həmin adamın dediyi şəkildə gerçəkləşəcək. Odur ki, yuxunu yalnız səni sevən və sağlam mühakimə qabiliyyəti olan birinə danış. Sübhanallah, bax bu maraqlıdır. Allah sənə bir məna daşıyan yuxu verə bilər. Amma sən gedib yuxunu bir şeytana, bir kafirə, cahil və ya axmaq birinə danışarsan. O da gəlib deyər ki, xeyr, əslində bu filan mənalara gəlir və sonra bum, yuxu həmin yozuma kilitlənir və o cürdə reallaşır. Bəs röyalar haqqında yalan danışmaq necə? Quranda Yusifin hekayəsində deyilir ki, Yusiflə birlikdə daha 2 xidmətçi zindana düşdü. Onlardan biri dedi, mən yuxuda gördüm ki, şərab üçün üzüm sıxıram. Digəri isə dedi, mən gördüm ki, başımın üstündə çörək aparıram. Quşlar da ondan dimdikləyib yeyirlər. Bunun yozumunu bizə bildir. Həqiqətən biz səni əməli salihlərdən hesab edirik. Beləliklə, bu adamlar həmin hədisi bilirlər. Bu bilikdən xəbərdar olduqları üçün deyirlər ki, biz sənə danışmağı seçirik. Çünki səni əməli salih, müdrik, savadlı bir insan kimi görürük. Onların hər ikisi düşünürdü ki, yaxşı yuxu görüblər. Yusif cavab verir və deyir, ey zindan yoldaşlarım, sizin biriniz yenə ağasına şərab süzəcək. Digəriniz isə çarmığa çəkiləcək və quşlar onun başını dimdikləyib yeyəcəklər. Haqqında soruşduğunuz məsələ barəsində hökm artıq verilmişdir. Əhl-i-Beyt əleyhissalamın təfsir kitablarında bu ayə haqqında belə deyilir. Və onun haqqında fətva istədiyiniz işə artıq hökm verilmişdir. Və ya haqqında soruşduğunuz məsələ barəsində hökm artıq verilmişdir deməsi, 2 yoldaşdan birinin və ya hər ikisinin yuxunu iddia etdikdən sonra geri çəkilməsinə və özünü təczib etməsinə işarədir. Çox güman ki, ikinci məhbus belə etdi. O, yuxusunun yozumunun çarmığa çəkilmək və quşların onun başından yeməsi olduğunu eşidəndə fikrini dəyişdi. Yəni, nə baş verdi? Dedilər ki, bunlar bizim yuxularımızdır. Yusif yuxunu yozdu. O yuxunu yozan kimi onlardan biri belə dedi. Əslində sənə bir şey demək istəyirəm. Əslində mən heç o yuxunu görməmişəm. Buna nə deyirsən? İndi o belə düşünür. İndi səni tələyə saldım.
Əslində sənin yozumun xoşuma gəlmədi. Mən heç belə yuxu görməmişəm. Bax, elə bu məqamda Yusifin cavabı gəlir. O deyir, əslində haqqında soruşduğunuz məsələ barəsində hökm artıq verilmişdir. Artıq gecdir. Mənim sənin yuxuna verdiyim yozum gerçəkləşəcək. Hətta o yuxu saxta və ya uydurma olsa belə. Bu, Əhl-i Beyt əleyhissalam imamlarından nəql olunan rəvayətlə də təsdiqlənir. Orada deyilir, iki yoldaşdan ikincisi Yusifə deyir, sənə danışdığım yuxu barəsində yalan söyləmişdim. O əleyhissalam cavab verdi, haqqında soruşduğunuz məsələ barəsində hökm artıq verilmişdir. Yəni, hər ikinizin axtardığı yozun barədə hökm verilib və məsələ həll olunub, ondan qaçış yoxdur. Sallu ala Muhammedin və ali Muhammed. Həmçinin davam etməzdən əvvəl maraqlı bir faktı qeyd edək. Bu, Hikmət sahibinin qayəsi kitabında və daha əvvəl yayımladığım bölümlərdən birində bəhs etdiyim bir məsələdir. İndi burada qısa şəkildə qeyd edəcəyik. Belə ki, Allah Subhanahu və Teala insanları ilk yaratdığı vaxtlarda yuxular yox idi. İnsanlar yuxu görmürdülər. Bu, rəvayətlərdən birində qeyd olunur. İnsanlar öz dövrlərində onlara göndərilən peyğəmbərdən, ilk peyğəmbərlərdən biri olan Adəmdən əleyhissalam, başqa bir aləm, axirət və ölümdən sonraki həyat haqqında eşitməyə başladılar. Lakin insanlar ona inanmadılar və dedilər, sən nədən danışırsan? Biz burada sümükləri və cəsədləri görürük. Bədənlər öləndə çürüyür. Onlar başqa bir dünyaya getmirlər. Sən nədən danışırsan? Beləliklə Adəm Allahdan Subhanahu və Teala xahiş etdi ki, xalqına bir nişanə versin və Allah onlara yuxular verməyə başladı. Beləliklə onlar yatır və özlərini başqa bir dünyada, başqa bir həyat yaşayarkən, başqa işlər görərkən görürdülər və anladılar ki, xeyr, əgər bu mümkündürsə, deməli ölüm anında uzandığımızda da başqa bir yerə getməyimiz mümkündür. Yusif öz röyasının mənasını 10 illiklər sonra öyrənir. Bu da bizim buradan çıxara biləcəyimiz bir nəticədir. Biz adətən yuxuların yerindəcə yozulduğunu və ya dərhal anlaşıldığını düşünürük. Lakin burada maraqlı və fərqli bir məqam var. Yusif bir yuxu görür. Yuxu 11 ulduz, günəş və ay haqqındadır. Onların ona səcdə etdiyini görür. Və bu, Yusif surəsinin lap əvvəlində, ilk ayələrində baş verir. Fəqət Yusif surəsinin sonuna gəldikdə görürük ki, o valideynlərini taxta çıxarır və onların hamısı Yusifə səzdə edirlər. O zaman Yusif deyir, ey əziz atam, bu çoxdankı yuxumun yozumudur. Beləliklə, yozumu öyrənmək onun 10 illiklərini aldı. Rəbbim onu gerçəkləşdirdi, o mənə lütf etdi, o məni zindandan çıxartdı. Və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan yanıma gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, o biləndir, müdrikdir. Burada aydın bir işarə var ki, Yaqub və Yusif onun uşaqkən gördüyü yuxunun son dərəcə xüsusi bir məna daşıdığını başa düşsələr də, yuxu real olaraq baş verməyincə onun tam yerinə yetirilmə və yozulma şəklini bilmirdilər. Deməli, bəzi röyalar əslində həyatın sonrakı mərhələlərində bir təsdiq məqsədi daşıyır. Onlar həmin an yozumunu bilməyiniz və ya nə mənaya gələcəyini anlamağınız üçün deyil. Yalnız sonradan onu təcrübə etdikdə keçmişə nəzər salırsınız və qərarınızda daha da möhkəmlənirsiniz. Çünki deyirsiniz, bir dəqiqə, mən bunu daha əvvəl görmüşdüm. Bəzi insanlar mənim öz röyalarım haqqında soruşurlar. Odur ki, əgər istəyirsinizsə, bu axşam sizinlə bir neçəsini paylaşacağam. Budur mənim gördüyüm röyalardan bir neçəsi, daha doğrusu 3-ü. In one vision, many years ago, it was many years ago, before the dawah, before... Uzun illər əvvəl bir röyamda, bu dəvətdən uzun illər əvvəl, hələ Yəmani İmam Əhməd Əl-Həsən haqqında bilmədiyim vaxtlar idi. Bir yuxu gördüm ki,
Ev əhlimdən olan bir qadınla birlikdə eyvanda dayanmışdıq. Biz çölə çıxdıq. Evdən bayıra addımladıq və gördük ki, bütün ərazi işıq saçır. Qarşımızda böyük bir yol var idi və o yol da nurla işıqlanmışdı. Göydə bədirlənmiş ay var idi və o, hədsiz dərəcədə parlaq işıq saçırdı. Bu röya mənə tam reallıq kimi gəlirdi. Biz yuxarı baxdıq. Mən aya baxdım və gördüm ki, ayın üzərində ərəb hərfləri var. Və o ərəb hərflərinin nə dediyini oxuyanda orada belə yazıldığını gördüm. Bəqiyyətullah xeyrun ləkum. Allahın saxladığı sizin üçün daha xeyirlidir. Baqiyatullah, the remnants of Allah subhanahu wa ta'ala are better for you. Bax bu, əslində yalnız həyatın sonrakı mərhələsində, uzun illər sonra, 10 ildən çox vaxt keçdikdən sonra yozula bilən röyalara bir nümunə idi. Belə oldu ki, bütün ailə üzvlərim arasında bu yolda, bu inancda, bu dəvətdə mənim ardımca gələn, mənə və İmam Əhməd Əl-Həsənə əleyhissalam inanan yeganə şəxs elə həmin vaxt yanımda olan ailəmin o qadın üzvü oldu. İmam Mehdi əleyhissalamın simvollarından biri aydır və İmam Mehdinin adlarından biri isə Allahın saxladığı və ya Bəqiyyətullahdır. Beləliklə, mən 10 ildən də çox əvvəl özümü və o qadını İmam Mehdinin yolunda, Bəqiyyətullahın izində görmüşdüm. Me and this woman following Imam al-Mahdi, following the path of Baqiyatullah. A second dream that I had seen a dream where Gördüyüm ikinci yuxu isə belə idi. Bu, İmam Əhməd Əl-Həsən əleyhissalamın dəvətinin çox erkən mərhələlərində baş vermişdi. İlk möminlərdən bir neçəsi artıq Misrə hicrət etməyə başlamışdı və dünyanın hər yerindən axınla beyyətlər gəlirdi. İnsanlar İmam Əhməd Əl-Həsən əleyhissalama beyyət edirdilər. Bir gecə gördüm ki, mələklər məni havaya, səmaya qaldırdılar və mən bir qrup mələklə birlikdə dairə şəklində oturmuşdum. O mələklərin simaları daim dəyişirdi və mən bilirdim ki, onlar mənə huzur vermək üçün belə edirlər. Onların simaları mənim yanıma hicrət edən, mənə beyyət edən və sonradan yanıma gələcək müxtəlif ənsarların simalarına çevrilirdi. Sonra mələklər bizi yeni bir yerə, yeni bir dünyaya apardılar və bizi oraya indirdilər. Onlar məni yerə indirərkən Quran-ı Kərimin bu ayələri səslənməyə başladı. وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمْ الْوَارِثِينَ. Biz istədik ki, o yerdə zəif salınmışlara mərhəmət göstərək. Onları imamlar və varislər edək. Həyatımın həmin mərhələsində sonradan edəcəyim iddialar haqqında heç bir fikrim yox idi. İmamət üçün seçildiyimi, İmam Əhməd Əl-Həsən əleyhissalamın vəsisi olduğumu bilmirdim. Bu düşüncələr heç vaxt ağlımdan keçməzdi və yuxunun özü məni çaşdırmışdı. Yozumu mənə aydın değildi. Yalnız daha sonra İmam Əhməd Əl-Həsən əleyhissalamla görüşəndə bütün yuxu mənim üçün tam mənası ilə aydın oldu. The entire dream makes sense. And this next dream, Və növbəti yuxu. Bu növbəti yuxu bütün həyatımın ən güclü yuxusudur. Və bu, əslində Allahın bu yuxu vasitəsilə mənə böyük bir güc verdiyi və qədəmlərimi möhkəmləndirdiyi bir yuxudur. Bu yuxuda mən öz bədənimdən kənarda idim. Otağın küncündə idim və aşağıya, öz bədənimə baxırdım. Sənət haradadır? Sənət orada, arxadadır. O xatırlayır. Qonaq otağında heç bir mebel yox idi.
Misirdə, yalnız sənin və bir-iki başqa qardaşın tez-tez getdiyi o mənzildə, buna bənzəyən bir otaqda, sadəcə divarın yanında döşək var idi. Özümü orada uzanmış vəziyyətdə gördüm və əynimdə yatmazdan əvvəl geyindiyim paltarların eynisi var idi. Röyada gördüyüm hər şey, otaq, detallar və mən özüm, reallıqla tam uyğun gəlirdi. Yalnız bir fərq var idi ki, içəri iki şəxs daxil oldu və o iki şəxs bir-biri ilə danışmağa, mənə işarə etməyə başladılar. Və mən bilirdim ki, onlardan biri, bax, bu tərəfdə duran Muhammed Peyğəmbər idi, sallallahu aleyhi və aleyh. Digəri isə Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalam idi. Və Muhammed Peyğəmbər Əmir-əl-Müminin əleyhissalama indiyə qədər eşitdiyim ən aydın, ən gözəl səslə dedi. O, Əmir-əl-Mümininə böyük bir həyəcan, sevinç və xoşbəxtliklə dedi. Budur o. Odur ki, insanlar məndən soruşanda ki, təyin olunduğumu necə bilirəm, vəsiyyətdə olduğumu necə bilirəm, sadəcə vəsiyyəti iddia etməyimə görədirmi? Sadəcə vəsiyyəti iddia etmək kifayət və yetərlidir. Lakin mənim üçün gördüklərimlə, röyada gördüklərimlə, röyada yaşadıklarımla, röyaya olan inamımla heç bir şübhə yeri olmadan bilirəm ki, mən o gecə Muhammed Peyğəmbər tərəfindən Əmir-əl-Müminin əleyhissalamın hüzurunda təyin olundum. Eyni ilə vəsiyyətdə Muhammed Peyğəmbər İmam Əli əleyhissalama diktə edərkən dediyi kimi və ondan sonra Mehdilər olacaq. Və o, adları sadalamağa başladı və dedi, Abdullah, Əhməd və Əl-Mehdi. İndi isə röyalar və simvollar. Bəzi insanlar röyalar və simvollar, həmçinin röyanı və ya simvolu necə yozmağımız barədə soruşdular. Odur ki, mən sadəcə bir neçəsini təqdim edəcəyəm. Buna görə də bu axşam yuxuda görə biləcəyiniz təxminən 10 müxtəlif simvoldan bir neçəsini izah edəcəyəm. Və beləliklə, insanlar bunun necə işlədiyi barədə müəyyən bir fikir əldə edə bilərlər. Deməli, burada ağacların görüldüyü yuxularımız var. Ağac əslində mömini simvolizə edir. Kim güclü bir ağac görərsə, bu, onun həyatında güclü bir adamın və ya güclü bir möminin olduğu mənasına gəlir. Zəif bir ağac isə zəif bir möminə işarə edər. Ağacların insanlarla əlaqələndirilməsinin səbəbi isə insanların olduğu kimi onların da torpaqdan düzərib çıxmasıdır. Saç, yuxularda saç. Bəzən saçlarının baxımsız və ya dağınıq olduğunu görənlər, yaxud bəlkə də saçlarının həqiqətən gözəl və yaxşı vəziyyətdə olduğunu görənlər üçün saç bir allegoriyadır. Allah sənə nəsə deməyə çalışır. O sənə təsvirlər göstərərək nəsə deməyə çalışır. Və saç yuxularda fikirlər üçün bir evfemizm ola bilər. Çünki fikirlər başdan çıxdığı kimi, saç da başdan çıxır. Odur ki, baxımsız, dağınıq, pis vəziyyətdə, çirkli vəziyyətdə olan saçlar sahib olduğun və qurtulmalı olduğun pis fikirlərə işarə edir. Və əgər başını qırxırsansa, müəyyən fikirlərdən qurtulursan. Məntiqi tutdunuz? Bəs yuxuda gözəl bir qadın görsəniz necə? Əgər bu Allahdan gələn doğru bir röyadırsa, yuxuda gözəl bir qadın, son dərəcə gözəl bir qadın görmək dünyaya işarədir. Bu, dünyanın görünüşüdür. Əslində yuxunuzda Allah bu qadını sizə göstərməklə dünyanız haqqında sizə nəsə deməyə çalışır. Əgər yuxuda, məsələn, ona doğru çəkildiyinizi, ona rəğbət bəslədiyinizi hiss edirsinizsə, o zaman bu, Allahın sizin dünyaya çox meyl etdiyinizi və ya dünyaya çox bağlandığınızı bildirmək üsuludur. Çünki dünya bir qadın kimidir.
because dunya is like a woman. Bəs hamilə qadın və ya özünü hamilə görmək necə? Bu nə deməkdir? Bu kontekstdən asılıdır. Bəzən bir qadın özünü hamilə görsə, bu əsasən onun yük daşıdığı, şeylə hummum, zehnində nələrsə daşıdığı mənasına gəlir. O özünü yükləyir. Çünki uşaq daşımaq bir yükdür. Elə deyilmi? Əgər sən kişisənsə və özünü hamilə görmüsənsə, bu nə deməkdir? Kim belə yuxu görüb? Ardiyan. Sən məni elə bir yozun verməyə təhrik edirsən ki, əslində bir kişinin özünü hamilə görməsi yuxusu, bu o deməkdir ki, o varlanacaq. Yəni bu əslində yaxşı bir şeydir. He shall become wealthy. Yeah, so it's actually a good thing. Bəs yuxuda kiminsə sizi öpdüyünü görsəniz necə? Ola bilər ki, bir uşaq səni öpür, ya bir kişi səni öpür, ya da bir qadın səni öpür. Allahdan gələn doğru yuxuda istənilən növ öpüş. Bu nəyə işarə edər? Bu ona işarə edər ki, səni öpdüyünü gördüyün şəxsdən bir şey alacaqsan. Nə? Şad xəbər, müjdə. Çünki öpüşlər ağızdan gəldiyi kimi, şad xəbər də ağızdan gəlir. Anladınız? İndi məntiqi tutursunuz. Ay. Ay və günəş hər zaman imam və canişin mənasını verir. Günəş zamanın imamıdır. Ay isə zamanın canişinidir. İndi isə qardaşımın gördüyü bir yuxunu deyim. Mənim bir qardaşım var, adı Yusifdir. Və Yusif çox balaca olanda, kiçik yaşlarında, təxmini 5-6 yaşlarında olanda, heyrət içində oyanıb anama dedi. Mən indicə bir yuxu gördüm. Anam soruşdu, nə görmüsən? O dedi, mən Şəhzadə Diananı gördüm və gördüm ki, Şəhzadə Diana qəzetlər tərəfindən boğulur. Və cəmi bir neçə saat sonra biz televizoru açdıq və gördük ki, paparazilər və ya xəbərçilər Şəhzadə Diananı təqib edirlər və nəticədə o qəzaya düşdü və həlak oldu. Beləliklə, bunun necə işlədiyini başa düşdünüz? What about a mouse? A mouse Bəs siçan? Siçan həyatınızdakı çox pis bir qadına işarədir. Çox pis, xəyanət edən və ya hiyləgər, vəfasız, pis, şər birisi kimi. Bəs daşqınlar? Bizim bir kəhanətimiz var. Əslində bir neçə möminin burada gördüyü həqiqi bir yuxu, həqiqi bir röya var. Biri Arnold, biri isə Təslim tərəfindən görülüb. Təslim buradadır. Beləliklə, Təslim bir gün gəlib dedi, ata, mən bir yuxu görmüşəm. Dedim, nə görmüsən? Dedi, gördüm ki, şəhərimizə tərəf gələn böyük bir dalğa var idi. Və su əslində şəhərimizə girdi, onu bürüdü və sonra çəkilməyə başladı. Və o vaxt mən yuxusunu ona yozmaq istəmədim. Amma bunun bəla mənasına gəldiyini bilirdim. Və həqiqətən də ertəsi gün nə baş verdi? Mülkə basqın edildi və eyni ilə daşqın kimi polis mülkə daxil oldu. Sonra isə onlar nəhayət geri çəkilib getdilər. Gördüyümüz başqa bir yuxu isə Arnold tərəfindən idi. O, qardaşı Guillaume-u görür. Guillaume motosiklet sürür və motosiklet yüksək sürətlə hərəkət edir. Sonra qəfildən suya çırpılır, gölə girir. Elə ertəsi gün Guillaume nəqliyyat vasitəsi sürürdü. Motosiklet yox, amma o nəqliyyat vasitəsində idi. Və o da qəfil bir basqınla polis tərəfindən saxlanıldı. Və o, hakimiyyət orqanları, İsveçin şər hakimiyyət orqanları tərəfindən sorğu-sual edilmək üçün aparıldı. Allah onlara lənət etsin. Və nəhayət, Əhl-i-Beyt əleyhissalam. Əgər Əhl-i-Beyt əleyhissalamı yuxuda görsəniz, bu o deməkdir ki, siz onları real həyatda görmüsünüz. Və bu, mənim və hər kəsin Muhammed Peyğəmbər və İmam Əli əleyhissalamın göründüyü yuxulara tutunmalı olduğumuzun başqa bir səbəbidir. Çünki Allah Rəsulu sallallahu əleyhi və alih buyurur ki, kim məni yuxuda görübsə, həqiqətən məni görüb. Çünki şeytan mənim surətimə girə bilməz.
Və Əhl-i əleyhimussalamın başqa bir hədisi var ki, orada deyirlər: bizim yuxulardakı danışığımız realdakı danışığımızla eynidir. Yəni bizim sözlərimizin yozuma ehtiyacı yoxdur. Əgər yuxuda bir şey deyiriksə, o elə olduğu kimidir. Allah sizi qorusun dostlar. It is what it is. God bless you guys and assalamu alaikum wa rahmatullahi wa barakatuh.